Şahmar Hüseynov, Qoyungöz, hekayə. 4-cü hissə. Ondakı bu niyyətin nə olduğunu bilmirsən, amma bilməyə elə indidən ondakı bu niyyəti nifrət eləyirsən. Nə var? Atanın səsi kəskindir. Axı, nə axı? Atanla birlikdə az qalırsan, sən də qışqırasan. Keçən il payızda bizim toğlumuzu günorta çağı içəri ötürdü, yadından çıxıb, o atanla taytuş tək danışır. Dəfələrlə soruşdum ki, Cəfər kişi, görməmisən toğlunu? Görməmişəm dedi. Axır kiçik oğlum tovlayıb 3 manat verəndən sonra dedi ki, dədəm kəsib. Deyirsən indi biz də bu şeyi kəsib içəri ötürəcək, eləmi? Sən elə gəlir ki, atan həm də bu sözləri sənə deyir, səndən soruşur. Səndən niyə? Gör neçə il idi ki, sən onların heç birinin işinə qarışmırdın. Qonaq kimi gəlir, qonaq kimi də gedirdi. Bəlkə böyük oğul kimi sənə gənəşir, fikrini soruşurlar. Qardaşın haqlı kimi ötkəm cavab verir. Bizim toğlumuzu yeyəndə yaxşıdırmı bə? Soruşduq, binamız çörəyi əskərlikdəki oğlunun canına and içirdi ki, görməmişəm. İndi deyirsən biz də? Dədəni son dərəcə sevdiyin səsində indi kədərdən çox istehsa var. Çörəyə əl basaq, oğlumuzun canına and içək? Oğlumuzun, yəni sənin. Sən şəhərə gedəndən, instituta girən gündən evinizin çörəyi, duzu suyu ilə yanaşı onların, atanın, ananın, qardaşının ant yeri olmuşdun. Oğlumuzun indi bu kəlmə qulaqlarında vedrə danqıltısına bənzəyir. Gücsüzlükdən çox çaşqınlıqla qardaşının açıq, qəşəng kobud sifətinə baxırsan. Ta bu sifət gözlərində qaralıb varlığını bürüyən gündən etibar bir şeyə dönənəcən baxırsan və səsin nifrətdən əsə-əsə. Sən yad adamın heyvanını necə yeyə bilərsən deyirsən. Günahdır, boğazında qalar, qaytararsan. Yerəm, lap canlı dalaram. Qardaşın gözlərini qıyıb sən ilə baxdı ki, sanki sənin nə deyəcəyini əvvəlcədən bilirdi, bildiyinə görə gözləyirdi. Tez sənə tərəf dönməyindən bilindi. Gözlədiyinə görə də səsində zəhər vardı. Üstündən də su içərəm. O yeyəndə yaxşı idi, mən yeyəndə pis. Yox, sənin əsəblərin dözməyəcək. Sağ ayağın səndən xəbərsiz başlayır əsməyə. Sumurdarlıq götürmür deyirlər. 15 ildir sən tapındığın, qısıldığın bir təmizlik içində yaşayırsan. Yaşayırsan? Yaşayırsan da, yaşamırsan da. 15 ildir sən səhərlər yaşadığın ömrü axşamlar yaşamırsan. Səhərlər isti, şərəfli, ümidli bir istəklə hamını, hər şeyi hamının, hər şeyin mərhəmətə, sevgiyə möhtac olduğunu duya-duya sevirsən, tapırsan. Axşamlar fikirdən, yorğunluqdan çox laqeydlik bürüyür səni. Hamı, hər şey laqeydliyin boz pərdəsinə bürünür, itirir səni. 15 ildir beləcə. Hər ilin öz günləri, günlərin də səhərləri. Bu pisdir ya yaxşıdır? Əlbəttə yaxşıdır. Üzünə gələn sabahın da biri günündə, o biri günlərin də səhərləri olacaq. Bu elə bir xəzinədir ki, bunun yanında sənin xəstə və deyincən arvadının səfih arvadı. Uşaqlarının taleyini həll edən bəzi mühüm şeylər heç nədir, havaydır. Rəhmətlik nənən nə deyərdi? Deyərdi, odumuz yoxdur, qaç. Xanım xalancildən yanılı kösöv gətir, ocağımızı qalayaq. Kösöv gətirməzdin, yox, iri parpar yanan bir közü ovucuna qoyub qaçardın. Üfürə bu ovucundan, o ovucundan, bu ovcuna ata-ata qaçardın. Evinizə çatanda nənən əllərini dizinə çırpardı. Sənsə gülərdin. O anın xoşbəxtliyini indi yaşaya bilərsənmi? 15 ildir o təmizliyi əllərində köz kimi fürə-fürə qaçırsan, ancaq bəzən sən elə gəlir ki, o təmizlik əllərində sönüb, ələlxüsus axşamlar külə dönüb. Bir də axı o təmizlik göydən düşməyib, sən o təmizliyi buradan, evinizin odundan, ocağından götürmüsən. Yaxşı, bəs hanı o odun, ocağın, o təmizliyin dadı tamı?